Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bu video roliki mən Azərqazın rəhbərliyinə müraciət edirəm. Hörmətli rəhbərlik, bax görürsünüz, qaz idarənin əməkdaşları gəlib, bunu belə kəsib. Mənim acığıma qış vaxtıdır, qış vaxtı mən qazsız qoyub, həm də bunu kəsib bura qoyub. Bu qaz idarənin özlərinin şəxsi malı deyil, dövlətin malıdır. Sayğac da dövlətindir. Bunu kəsib belə söküb bura qoyublar. Bunu bu gecə burada qalsa, neçə gündür belədir. Bu qalsa belə dəmir yığanlar bunu götürüb doğrayacaqlar. Doğrasalar, bu mənim belimdə qoymaq üçün, mənim boynumda qoymaq üçün bunu istəsən edirlər, qəsdən edirlər. Bunlar qəsd edənlərdirlər. Qış vaxtı qaz kəsmək, bu qəsd eləməkdir. Azərbaycan dövləti bu dövlətdir. Mən inanıram ki, bu dövlət bunun qayğısına qalacaq, vətəndaşın qayğısına qalacaqdır. Bunların qaz idarənin bunu edən adamların cəzasını verir.